Uyğunluğu müəyyən edin. Gördüyünüz kimi bizə sönmüş vulkanlar və palçıq vulkanları verilib. Verilən vulkanlar hamısı Azərbaycan ərazisində yerləşir. Demək, bunları qruplaşdırmağa çalışacağıq hazırda. Demək, sönmüş vulkanlardan bir Kənizə yazıb. Kənizə palçıq vulkanıdır. Demək ki, biz onu A-nı 2, yəni palçıq vulkanına aid eləyəcəyik. Qızıl Boğaz verilib. Burada Qızıl Boğaz bizim Qarabağ vulkanı isə sönmüş vulkandır deyə biz bunu aid eləyəcəyik B-ni sönmüş vulkanlara. Torağay Azərbaycan ərazisində ən hündür palçıq vulkanıdır ki, hansı ki 402 metr yüksəkliyi var və biz bunu palçıq vulkanlarına aid eləyəcəyik, yəni C palçıq vulkanlarına aiddir. Böyük İşıqlı da sönmüş vulkandır və bu da Qarabağ vulkan yaylasında olduğundan və sönmüş vulkan kimi biz bunu D bəndini sönmüş vulkanlara aid eləyəcəyik. Növbəti baxırıq Dəli Dağ. Dəli Dağ da Qarabağ vulkan yaylasında ən hündür olan və o da sönmüş vulkanlar sırasına daxildir və biz onu da demək qeyd eləyəcəyik Y bəndi kimi sönmüş vulkanların içərisinə. Demək ki, burada 1-ə B, D, Y, 2-yə isə AC bəndi uyğun gələcəkdir.